isə əməkdaşımız Aynur Hökmürəvanın elə bugünkü günlə bağlı əməkdaşlarımızdan aldığı təbrikləri izləyəcəyik. Gəlin bərabər izləyək, sonra isə söhbətimizi davam etdirərik. Azərbaycan televiziyasının yaddaşında qadınların səsi həmişə olub. İlk günlərdən bugünə qədər onlar kamera qarşısında danışan səs, kadr arxasında isə efirin yükünü daşıyan əsas simalardandır. Bəzən tamaşaçı onları ekrandan görüb tanıyıb, bəzən isə adlarını belə bilmədən zəhmətinə, əməyinə güvənib. Tarixin içində tarixdir Azərbaycan televiziyası. Mənim eşitdiyim köhnə xatirələrdən belə xatirələr var ki, deyirlər insanlar biləndə ki, televiziya harada yerləşib, axın edib ora gəlirdilər ki, o ekrandan danışan adamları görsünlər. Yəni bir möcüzə idi. Mənim üçün də Azərbaycan televiziyası olduqca doğmadır. Çünki mən jurnalist fəaliyyətimin 20 ilini məhz Azərbaycan televiziyasında keçirmişəm. 2006-cı ildə Azərbaycan televiziyasına gəlmişəm. Bugün çox mənim üçün həm qürur vericidir ki, belə bir televiziyada çalışıram. 20 ilə yaxın ASTV-də çalışan biri kimi demək istəyirəm ki, ASTV-də işləməyin özü böyük bir xoşbəxtçilikdir. Necə ki, deyirlər, ASTV bir məktəbdir, mən burada böyük bir məktəb keçmişəm. Yəni, gördüyünüz bu işdə, bu arxivin yaradılmasında böyük zəhmətim və əməyim vardı. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Televiziyamızın 70 illiyi olur. Mən bu münasibətlə bütün həmkarları təbrik edirəm, uğur arzulayıram. Yeni layihələr, yeni nailiyyətlər təbii ki, bizimlə olsun, mübarəkdir. Mən televiziyanı ölkəsinə, torpağına, vətəninə, onun mədəniyyətinə xidmət edən nəhəng bir orduya bənzədirəm və çox böyük qürur hissi ilə deyirəm ki, bəli, mən bu ordunun müsəlləh əskəriyəm və yubiley münasibətindən bütün həmkarlarımı, bu ocaqda saç ağardan, ömrünün ən gözəl günlərini yaşayan bütün həmkarlarımı yubiley münasibətindən təbrik edirəm.